Hörmətli tamaşaçılar, Milli Məclisin YouTube kanalında xoş gördük. Biz bugün yenidən Azərbaycan xarici siyasətini müzakirə edəcəyik və xüsusilə ADA Universitetində 9 aprel tarixində keçirilən beynəlxalq konfrans və beynəlxalq konfransda cənab prezidentin çıxışı, xarici ekspertlərlə müzakirəsini bu günləri əhatə edəcəyik və Azərbaycanın xarici siyasətində əsas mesajlar hansı oldu, bu barədə biz söhbət edəcəyik. Bu günləri bizim söhbətimizə millət vəkilləri qatılıblar. İlk öncə mən Jalə xanıma sözü vermək istəyirəm. Jalə Əliyeva bizim millət vəkilimiz və belə bir sual vermək istəyirəm ki, Jalə xanım, siz bu konfransda əsas Azərbaycanın xarici siyasəti haqqında cənab prezidentin çıxışında hansı əsas mesajları vurğulamaq istərdiniz? Xarici siyasətimiz hansı istiqamətdə inkişaf edir və prioritetlərimiz nədir? Bu barədə söhbəti başlayaq. Toplantı əsnasında Prezident İlham Əliyevin çıxışında toxunulan məsələlər düşünürük ki, bugün dəyişən dünya nizamı və dəyişən dünya şərtləri çərçivəsində çox əhəmiyyətli bir yerdə gəlirdi və demək olar ki, dünyanın elə bir nöqtəsi olmadı ki, elə bir bölgəsi olmadı, elə bir ölkəsi olmadı ki, onunla bağlı Prezident mövqeyini bildirməmiş olsun. Gəlin bir anlıq diqqət eləyək. Cənubi Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq, Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, İsrail, Türkiyə, İran, Şimali Kipr Türkiyə Respublikası, Almaniya, Gürcüstan, Afrika ölkələri, ada ölkələri, yəni bu siyahı kifayət qədər genişdir və bu ölkələrin hər biri ilə bağlı Azərbaycanın mövqeyi, Azərbaycanın xarici siyasətində əldə edilən uğurlar və bundan sonraki gözləntilər nədən ibarətdir? Bunların hər biri haqqında belə demək mümkündürsə, bir diplomatiya portfeli yaradıldı növbəti dəfə prezident tərəfindən və çox əhəmiyyətli mesajlar verildi və bu mesajların hər biri düşünürəm ki, həmin sahənin hətta tədqiqatçıları üçün də çox əhəmiyyətli tezislər rolunu daşıyır. Və nədən ibarət idi? Ümumilikdə götürsək, biz biraz əvvəl ölkələri sadaladıq, amma eyni zamanda Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətləri, Avropa Şurası, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası və ATƏT ilə münasibətlər, eyni zamanda Azərbaycanın sədrlik etdiyi qoşulmama hərəkatındakı əldə etdiyi nailiyyətlər, İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Liqası, yəni əhatə həddindən artıq geniş idi və ortaya çıxan əsas, belə deyək ki, məğzi, bütün bu çıxışların və açıqlamaların bundan ibarət idi ki, Azərbaycan heç bir ölkənin daxili siyasətinə qarışmır. Bu daxili siyasəti hər bir ölkə özü formalaşdırır, lakin həmin daxili siyasətin bir qanadı olan, əhəmiyyətli bir məqamı olan bu daxili siyasətdən doğan xarici siyasətinə əlbəttə ki, Azərbaycan öz maraqları çərçivəsində, öz təhlükəsizliyi, öz sabitliyi çərçivəsində, öz ədalətinin təmin edilməsi çərçivəsində və sadəcə özünün deyil, həm də bölgənin, dünyanın əmin-amanlığı çərçivəsində yanaşır bu addımlara və bundan sonraki xarici siyasətini də həmin ölkələrlə bu səviyyədə qurmağa çalışır və bu nədən ibarətdir? Daxili siyasətə qarışmamaq deməli prinsipini əsas götürərək eyni zamanda Azərbaycanın haqqının deməli təmin edilməsi, Azərbaycanın hüququnun tapdalanmaması, demokratiya prinsiplərinə əsaslanan Azərbaycan xarici siyasətinin həm daxili, həm də xarici siyasətinin bundan sonra davam edəcəyi və bu siyasətə qarşı ölkələrin, qarşı tərəflərin də belə deyim ki, ehtiramla, hörmətlə yanaşmasının tələbi ortaya qoyuldu və bunu cənab prezident çox açıq şəkildə, çox net şəkildə növbəti dəfə bəyan etdi. Azərbaycan doğru bir siyasət həyata keçirir, düzgün bir yoldadır. Azərbaycanda bu siyasəti qəbul edən böyük bir cəmiyyət yaradılıb, milli ideya ətrafında birləşən, səfərbər olan bir cəmiyyət var və Azərbaycan öz cəmiyyəti ilə, öz xalqı ilə birlikdə irəliyə doğru olan addımlarla demokratiya yolunda və ədalət prinsipləri əsasında irəliləyir. Təşəkkür edirik Jalə xanım, çox ətraflı cavab verdiniz və doğrudan da dünyada tək-tük ölkələr var ki, onlar müstəqil siyasət aparırlar və xarici siyasət yalnız və yalnız milli maraqlar üzərində qurulur, yəni milli maraqların
qorunması üzərində qurulur və siz həm ölkələrin adlarını çəkdiniz, həm beynəlxalq təşkilatları qeyd etdiniz ki, həmin konfransda müzakirə olundu. Təşəkkür edirik. Sevgili xanım Mikayılova, bizim millət vəkilimiz. İndi mən istərdim sizə bir sual ünvanlayam. Konfransda xarici ekspertlər Azərbaycanın coğrafi rolundan danışdılar. Xüsusilə bir neçə qitələri birləşdirən, Avropanı, Asiyanı, Yaxın Şərqi, keçmiş postsovet məkanını birləşdirən bir ölkəyik və burada Azərbaycandan həm nəqliyyat dəhlizləri, həm infrastruktur layihələri barədə söhbət aparıldı. Siz özünüz Azərbaycanın indiki durumunu, coğrafi durumunu necə qiymətləndirirsiniz? Konfransda gələcək planlar barədə də söhbət aparıldı. Bunu necə görürsünüz? Sözü sizə vermək istərdik. Avrasiyanın əhəmiyyəti durmadan artır. Həm dünya iqtisadiyyatında, həm qlobal siyasi münasibətlərdə və belə bir qitədə mərkəzdə yerləşmək və mərkəzçi rolə sahiblənmək təbii ki, artıq Azərbaycan rəhbərliyinin və birbaşa olaraq Azərbaycan prezidenti İlham Əliyevin təbii ki, müstəsna rolu və apardığı siyasətin nəticəsidir. Siz çox doğru qeyd etdiniz, bizim uğurlu coğrafi məkanımız. Bəli, bu Tanrının Azərbaycana bəxş etdiyi əlbəttə ki, bir neymətdir. Amma ondan düzgün yararlanmaq isə artıq bu liderlik bacarığıdır. Yəni, biz baxsaq digər ərazilərə, digər areallara, belə dövlətlər azdırmı? Xeyr, az deyil. Elə bizim bölgəmizdə də, yəni Cənubi Qafqazda 3 ölkə var, yəni hazırki reallıqlarda. Amma kim Azərbaycan qədər uğur qazana bilibdir? Kim beynəlxalq müstəviyə qalxıbdır? Hansı liderin fikirləri yeni dünya nizamının formalaşdırılması üçün orientir olub? Yəni, biz əgər bu sualı ortaya qoysaq, düşünürəm ki, ADO Universitetində keçirilmiş həmin konfrans və burada səsləndirilən fikirlərin əslində mahiyyətinin nə qədər böyük önəm daşıdığına da cavab vermiş olarıq. Və təsadüfi deyil ki, bugün artıq bir sıra dövlətlər, elə regionumuzda biz baxsaq Gürcüstan tərəfindən Azərbaycanın xarici siyasəti və liderlik bacarıqları bir nümunə olaraq ortaya qoyulur. Çünki biz söylədiyimiz kimi bugün əgər orta dəhlizin aparıcı ölkəsindən birinə çevrilə biliriksə, biz əgər Avropa Birliyinə daxil olan ölkələrin enerji təchizatında iştirak edirik və Avropa Birliyinin xahişi ilə həm təchizatımızı artırmaq, eyni zamanda biz 2023-cü ildə enerji memorandumunu imzaladıq və yenə də həmin Avropa Birliyinin bizə müraciəti əsasında. Və ayrıca olaraq da söyləmək istəyirəm, əgər biz Avrasiya qitəsindən danışırıqsa, Yaxın Şərq və Azərbaycanın Yaxın Şərqdəki artan rolunu da qeyd etməliyik və Cənab Prezident ADO Universitetindəki çıxışında çox haqlı olaraq həm Azərbaycanın bugün Yaxın Şərqdə, xüsusən İslam dünyasındakı roluna toxundu. Eyni zamanda ərəb dövlətləri ilə biz olan münasibətlərimizin nə qədər genişləndiyini və dərinləşdiyini, bu çox vacib bir məqamdır. Biz bu dövlətlərdə bir neçə təşkilatda, belə deyək, eyni masa arxasında oturuq. Burada söhbət təkcə İslam Əməkdaşlıq Konfransından getmir, söhbət təkcə Ərəb Liqasından getmir ki, biz ora dəvət olunuruq. Eyni zamanda biz artıq siyasi münasibətlərin düzənləndiyi, biz Suriya məsələsini qeyd etmək istəyirəm ki, bu məsələdə də Azərbaycan artıq bu məsələlərə nüfuz etməsini qeyd etməliyik ki, bəli, biz söylüyoruz ki, qoşulmama hərəkatına rəhbərlik etməklə biz Afrika qitəsində də müəyyən canlanmanın şahidi olduq. Eyni zamanda Azərbaycanın yeni kolonial təhdidlərə qarşı, yəni onlar durmadan artır və müasir dövrdə insanların azadlığı olan istəyinin boğulmasına Azərbaycanın haqlı dəstəyinin göstərilməsi bu xalqlara və mən düşünürəm ki, bu cür düzgün konturların müəyyənləşdirilməsi beynəlxalq münasibətlər sistemində Azərbaycanın rolunu xüsusi olaraq vurğuladı. Məkanımız və neymətlərimiz əlbəttə ki, Azərbaycanın resurslarının da kifayət qədər bol olması, düşünürəm, bu siyasəti aparmaq üçün bizə yardım etdi. Təşəkkür edirik Sevil xanım. Doğrudan çox ətraflı siz cavab verdiniz. Hörmətli millət vəkilimiz Zaur Şükürova söz vermək istərdim. Zaur, mən bu konfransda və digər tədbirlərdə də tez-tez biz eşidirik. Global South, yəni qlobal cənub, artıq dəyişən dünyada cənub ölkələrin həm siyasi çəkisi, həm olan iqtisadi gücü artır və Azərbaycan da Global South, yəni cənub ölkələri ilə çox sıx əməkdaşlıq edir və bəzi hallarda da hətta onların müdafiəsinə qalxır. Məsəl üçün, bəzən ölkələri BMT-də və digər təşkilatlarda hardasa bəlkə qərəzli mövqe göstərəndə Azərbaycan həmin ölkələri müdafiə edir və bir növ
artıq onların səsini qaldırır. Ümumiyyətlə, Azərbaycanın qlobal cənubda rolu barədə siz danışmaq istərdik ki, danışasınız və gələcəkdə bu istiqaməti necə görürsünüz? Qeyd edim ki, bu tədbirin xüsusi olaraq əhəmiyyəti ondan ibarətdir ki, Cənab Prezident davamlı olaraq bu tədbirdə iştirak edir və bu tədbirdə, bu formatda iştirak edən beyin mərkəzlərinin nümayəndələri, media nümayəndələri və hörmətli həmkarlarım da qeyd etdiyi kimi, bilavasitə Cənab Prezidentin vasitəsilə Cənab Prezidentin dilindən Azərbaycanın gündəliyi, ikitərəfli, çoxtərəfli gündəliyi, ümumiyyətlə aktual, dünyada baş verən aktual məsələlərlə bağlı ölkəmizin mövqeyinə dair ətraflı məlumat əldə etmək imkanına malik olurlar. Qlobal cənubla münasibətlərə gəldikdə, mən ilk öncə Azərbaycanın qoşulmama hərəkatına sədrliyi dönəmində bu regionla əməkdaşlığına diqqət çəkmək istərdim. Məlum oldu ki, Azərbaycan 2011-ci ildə qoşulmama hərəkatına üzv qəbul olunmuş və qısa müddətdən sonra Azərbaycan qoşulmama hərəkatının üzvləri 120 dövlət tərəfindən yekdiliklə qoşulmama hərəkatına sədrliyi özlərinə götürmüşdür. 2019 və 2022-ci ildə sədrlik etmiş. Sonraki dönəmdə Azərbaycandan sonra sədrliyi qəbul edəcək Uqandanın növbəti bir ilin uzadılması xahişi ilə müraciətindən sonra yenidən qoşulmama hərəkatı üzv dövlətləri Azərbaycanın daha bir il hərəkata sədrlik etməyi ilə bağlı xahiş ünvanlanmış və Azərbaycan bunu qəbul etmiş. Təşkilat yaradılanda Bandung prinsipləri deyilən 10 prinsip əsasında təşkilat fəaliyyətə başlamışdır. Təşkilatın bu prinsipləri, bayaq Jala xanım qeyd etdi, Azərbaycanın yürütdüyü siyasət, nəyə əsaslanır, digər ölkələrin daxili işlərinə qarışmamaq, beynəlxalq hüquq, ərazi bütövlüyünün dəstəklənməsi, ölkələrin qarışıq olaraq ərazi bütövlüyünün dəstəklənməsi, məhz Bandung prinsiplərində, bu 10 prinsipdə bu məsələlər öz əksini tapıb. Azərbaycan qoşulmama hərəkatına sədrliyi dönəmində bildiyiniz kimi bu təşkilatın institutlaşması istiqamətində mühüm addımlar atdı. Azərbaycan sədrliyi dönəminə qədər təşkilatla müəyyən qədər bir pozitivlik müşahidə olunurdu. Məhz bizim sədrliyimiz dönəmində bu istiqamətdə mühüm addımlar atıldı. Təşkilatın parlament şəbəkəsi təsis olundu, gənclər platforması yaradıldı və Cənab Prezident 2022-ci ildə Bakıda keçirilən qoşulmama hərəkatının parlament şəbəkəsinin iclasında çıxışı zamanı da belə bir fikir səsləndirdi ki, Bandung prinsipləri Azərbaycanın məqsədlərinə uyğundur. Əgər dünyada Bandung prinsiplərinə əməl olunsa, nə müharibə olmaz və dövlətlərin bir-birinə qarşı münasibətləri ədalətli şəkildə həyata keçirilir. Həqiqətən də Azərbaycan məhz qoşulmama hərəkatına sədrliyi dönəmində bu prinsiplərə riayət edərək, bu prinsiplərə əsas götürərək fəaliyyət göstərməsi məhz üzv ölkələrin də maraqlarına cavab verirdi. O cümlədən də bu təşkilatda, bu hərəkatda iştirak edən qlobal cənub ölkələrinin məlum olduğu kimi qoşulmama hərəkatında eyni zamanda Çin də iştirak edir. Afrikanın əksər dövlətləri iştirak edir. G20 qrupuna daxil olan Cənubi Afrika Respublikası da bu təşkilatda üzdür və bu çərçivədə istər iki tərəfli formatda, istərsə də təşkilat hərəkət çərçivəsində Azərbaycan öz əməkdaşlığını bu təşkilat çərçivəsində geniş şəkildə qurdu. Mən Çini qeyd etdim, siz də sualından öncə Çinlə bağlı fikirlərini səsləndirir. Həqiqətən də Çinlə də Azərbaycan, Çin Xalq Respublikası və Azərbaycan münasibətlərini qarşılıqlı maraq əsasında dinamik şəkildə inkişaf etdirir. Bildiyiniz kimi 2024-cü ilin iyul ayında Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq haqqında iki ölkə liderinin birgə bəyannaməsi imzalanmışdır və ondan sonra münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Həqiqətən də Azərbaycan bugün qlobal cənub ölkələri əməkdaşlığa böyük önəm verir və mən bundan əvvəl parlamentdə fəaliyyətimdən əvvəl diplomatik xidmətdə çalışdığım dövrdə Cənubi Afrika Respublikasında fəaliyyətim zamanı təmasda olduğum diplomatlarla, yəni o bölgənin diplomatlarla təmasda olduğum zaman onlar həqiqətən Azərbaycanın qoşulmama hərəkatında oynadığı rolu xüsusilə təqdir edirlər, yüksək qiymətləndirirlər və o cümlədən kiçik ada dövlətlərinə və az inkişaf etmiş dövlətlərə münasibətdə Azərbaycanın mühüm addımlar atılması və bayaq Fariz müəllim qeyd etdiyiniz kimi də Azərbaycan bir növ dünyada qlobal cənubun və o cümlədən kiçik ada dövlətlərin və az inkişaf etmiş dövlətlərin müdafiəçisinə, səsinə çevrilmişdir və COP29 çərçivəsində də liderlər sammitindən sonra keçirilən iclasda da həmin çıxışında Cənab Prezident bu barədə mühüm məqamları toxunmuşdur.